İzləyicilərimdən biri mesaj yazıb ki, iş yerində qanunsuzluq var imiş. Onu ictimailəşdirib və bundan sonra iş yoldaşları, müdiriyyət ondan uzaqlaşıblar. Onu belə deyək, ignor ediblər. Bununla bağlı nə edə bilərəm deyə müraciət elədi. Təbii ki, bir danışdıq, məsləhətləşdik, amma bura qədər olan problemi necə aradan qaldırmaq olar? Buna iş əxlaqında, biznes etikdə nə deyirlər? Whistleblowing deyirlər. Yəni fit çalmaq. Hər hansı bir problemlə qarşılaşdıqda ilk öncə siz öz rəhbərinizə bildirməlisiniz. Əgər o reaksiya vermirsə, ondan üst rəhbəriyə bildirməlisiniz. Əgər o reaksiya vermirsə, ondan üst rəhbəriyə. Əgər gördünüz ki, o təşkilatda buna qarşı bir reaksiya yoxdur, təbii ki, dövlətin qurumlarına müraciət edib və ardından məsələni ictimailəşdirə bilərsiniz. Çünki bizim mədəniyyətimizdə bu tamam fərqli bir yanaşmadır. Çünki bu bir qərb mədəniyyətində normal qəbul oluna bilər, amma şərq mədəniyyətində, Asiya mədəniyyətində iş yeri həm də bir çörək qapısı kimi görünür və kollektivlik ruhu möhkəm olduğuna görə gələcəkdə sizə qarşı qısnama ola bilər və yaxşı olar ki, bu kimi qanunsuzluqlar görəndə ilk öncə daxildə məsələnizi həll edəsiniz.